Salam Ayxan. Salam. İndi biraz sərt sual verəcəyəm. Xəyanəti bağışlamaq axmaqlıqdır. Xeyr, amma xəyanəti bağışlamaqla özünə hörməti itirmək arasında böyük fərq var. İnsan səhv edə bilər, amma davamlı yalan danışırsa, bu artıq seçimdir. Bəs xəyanət edən insan doğrudan dəyişə bilər? Dəyişə bilər, amma sözlə yox, zamanla və davranışla sübut etməlidir. Bir dəfə tutulub sadəcə üzr istəmək, dəyişmək demək deyil. Deməli, ikinci şans vermək olar? Olar, amma ikinci şans verəndə özünü ikinci plana atmaq olmaz. Münasibətdə ən vacib şey sevgidən əvvəl hörmət və güvəndir. Razıyam. Güvən yoxdursa münasibət də uzun çəkmir. Nura, səndən soruşmaq istəyirəm. Hamı yazır ki, saçların çox gözəldir. Kim qulluq edir? Mənim ustam Elcan Zeynalovdur. Həqiqətən işini çox yaxşı bilir. Yeri gəlmişkən profilimdəki linkdən keçsəniz, onun xidmətlərinə 10% endirim kuponu əldə edə bilərsiniz. Əziz xanımlar, mütləq fürsətdən istifadə edin.